Salam. Bugün sizə təqdim etdiyimiz mənbələr arasında, deməli, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin möhtəşəm bir əsəri var. Bəli, İmam Əliyə həsr olunmuş bir qəsidə. Məhz. Qəsidə, yəni uzun, təntənəli bir şeir, amma bu əsəri oxuyanda dərhal anlayırsan ki, bu sadəcə bir tərif deyil. Qətiyyən. Bu, Füzulinin bizə təqdim etdiyi bütöv bir həyat fəlsəfəsidir. Sanki 16-cı əsrdən gələn bir, necə deyim, dözümlülük və məna axtarışı dərsidir. Aysel, bax Füzulinin dahiliyi də elə bundadır. O birbaşa tərifə başlamır. Bu çox vacib bir məqamdır. Hə, zəmin hazırlayır. Bəli. O əvvəlcə bütün kainatın necə işlədiyinə dair öz nəzəriyyəsini qurur. Sanki fəlsəfi bir nərdivan qurur və bizə deyir ki, gəlin, pillə-pillə bu nərdivanla qalxaq. Maraqlıdır. Amma çox dərin bir fikirdir. Həqiqi dəyər, həqiqi gözəllik ancaq zəhmətdən, sıxıntıdan sonra yaranır. Gəlin, elə o nərdivanın ilk pilləsinə birlikdə qədəm qoyaq. Füzulinin bu, belə deyək, kainat qanununu izah etmək üçün istifadə etdiyi bənzətmələr o qədər canlıdır ki, Əlbəttə. elə ilk misranın özü bütün əsərin açarı kimidir. Gönçə bağrı dəhri bidadi ilə əvvəl qan olur, sonra 100 lütf ilə könlü açılır, xəndan olur. Yəni, bir gönçənin o gözəl gülə çevrilməsi üçün əvvəlcə dünyanın əzabı ilə bağrının qanla dolması lazımdır. Bəli, Çətinlik olmasa, o partlayış, o gözəllik də olmaz. tamamilə. Bu, Füzulinin bizə təqdim etdiyi ilk böyük ideyadır. Dəyər anadan gəlmə deyil, mübarizədə qazanılır. Qazanılır, bəli. Və o, bu fikri təkcə bir poetik obrazdan yox, bir neçə fərqli sahədən gətirdiyi nümunələrlə, demək olar ki, bir təbiət qanunu kimi sübut etməyə çalışır. Məsələn, mirvari metaforasına baxaq. Deyir ki, adi bir yağış damlası sədəfin içinə düşür və orada bir müddət həbs çəkir. Aha. O damlanın tək başına heç bir dəyəri yoxdur. Amma o qaranlıqda, o sıxıntıda səbrlə gözlədikdən sonra qiymətli bir mirvariyə, dürü qəltana çevrilir. Səbir və zaman dəyərsiz olanı dəyərli edir. Eyni məntiqi toxum hekayəsində də görürük, elə deyilmi? Məsələ. Bir toxum torpağın altına atılır, qaranlıqda, sıxıntı içində günlərlə şiddət çəkir, amma məhz o çətinlik sayəsində cücərir, baş qaldırır və bütün bağın bəzəyinə, yəni arayışı bustana çevrilir. Düzdür. Füzuli sanki bizə deyir ki, kamilliyə gedən yol rahatlıqdan keçmir. Əksinə o, qaranlığın və mübarizənin içindən doğulur. Və bu fəlsəfənin kulminasiya nöqtəsi şübhəsiz ki, Həzrəti Yusuf hekayəsidir. Bu sadəcə növbəti bir bənzətmə deyil bu. Bu tarixi bir arqumentdir artıq. Bəli, bu Füzulinin bütün konsepsiyasını təsdiqləyən ilahi bir arqumentdir. Misra belədir. Möhnətə səbr eyləyən rahət tapar. Çün Yusifə səltənət təxminin əvvəl payəsi zindan olur. Çox güclüdür. Yəni, Həzrəti Yusifin Misirə padşah olmasının yolu, o möhtəşəm taxta ucalmasının yolu zindandan keçirdi. Zindan onun üçün bir son deyildi, yüksəlişinin qaçılmaz ilk pilləsi idi. Başlanğıc nöqtəsi idi. Deməli, Füzulinin dünya görüşündə çətinlik bir cəza yox, bir fürsətdir, hətta bir zərurətdir. Bəli, O, bunu çox kəskin şəkildə ifadə edir axı, qəhrdən ikrah edənlər lütfə olmaz müstəhəq. Yəni, sınaqdan, qəhrdən üz döndərənlər ilahi lütfə layiq görülə bilməzlər. tam olaraq. Və əksini də söyləyir. Müstəiddi dərd olanlar qabili dərman olur. Yəni, dərdə hazır olanlar, dərdi qəbul edənlər dərmanı tapmağa qabil olurlar. Yaxşı, bəs bütün bu çətinliklərə dözməyin yolu nədir? Füzuli bunun da cavabını verir. İlahi hökmə, yəni qəzaya razı olmaq. Amma bu, passiv bir təslimiyyət deyil. Anlayıram. Bu, prosesə güvənməkdir. Arifə səbr ilə hər müşkül küvar asan olur. Bu razılıq, bu qəbullanış, arif insan üçün bütün çətinlikləri asanlaşdıran bir mənəvi gücə çevrilir. Yaxşı, deməli, dəyər mübarizədən yaranır. Bu, kainatın fundamental qanunudur, amma Füzulinin zəkası ondadır ki, o, bu universal qanunu dərhal öz dövrünün çox konkret bir sosial probleminə tətbiq edir. Bəli, Və burada məsələ daha da maraqlı, hətta biraz da, necə deyim, təhlükəli bir istiqamət alır. düzdür. O, bu fəlsəfi təməldən istifadə edərək əsl üstünlüyün, əsl nəcibliyin nədə olduğu sualını verir. Və onun cavabı 16-cı əsrin feodal cəmiyyət üçün çox cəsarətli, hətta inqilabi bir fikirdir. Nədir o fikir? O deyir ki, sənin kim olduğun nəslinlə, kökünlə ölçülmür.
Sənin dəyərin ancaq əməlinlə ölçülür. Birbaşa istat gətirsək, fe'ldir əsli rizayı haqq, nə kim əslu nəsəb. Yəni Allahın razılığının əsası insanın əməlidir, onun nəsli deyil. Məsələ. Bu, müasir dövrdəki meritokratiya və aristokratiya mübahisəsinin 16-cı əsrdəki əks-sədası kimidir. Və o, bu fikri havada buraxmır. Çox tutarlı nümunələrlə izah edir. Bəli, onun gətirdiyi ilk nümunə insan və şeytanın yaradılışıdır. Deyir ki, xaki fərmanbər, bəşər, asi mələk şeytan olur. Aha. Yəni, İtaətkar torpaqdan insan kimi şərəfli bir varlıq yaranır, amma Allaha qarşı üsyan edən, əslən oddan yaranmış bir varlıq isə şeytana çevrilir. Deməli, ilkin statusun heç bir əhəmiyyəti yoxdur. Önəmli olan itaət və əməldir. Ay sağ ol, kim olursan ol, əməlin səni ya yüksəldəcək, ya da alçaldacaq. Və bu fikri real bir tarixi şəxsiyyətin timsalında daha da aydınlaşdırır. Salman Farsi. O, əslən İranlı idi. Peyğəmbərin ailəsi ilə heç bir qan bağı yox idi. Düzdür, ərəb deyildi. Amma o qədər səmimi, o qədər təmiz qəlbli idi ki, Peyğəmbər onu öz ailəsindən, yəni Əhl-i Beytdən saymışdı. Füzuli də məhz buna işarə edir. Bəli, sair məxluqdan bir kimsə olsa pak deyil, Əhl-i Beytin firqəsindən sayılır, Səlman olur. Bu Füzuli üçün ən böyük sübutdur ki, mənəvi yaxınlıq, qəlb bağı, qan bağından daha üstündür. Və bu məsələdə heç bir istisnaya yol vermir. Fikrini o qədər açıq və kəskin bildirir ki, Bəli, yanlış anlaşılma ehtimalı qalmır. Xa seyid ol, xa hami kam tapmaz bir ədəb. yəni istər seyyid ol, istərsə də adi bir insan, əgər ədəbsizsənsə, məqsədinə çata bilməzsən. Bəs mükafat kimə verilir? Feyni müstəhsən olan müstövcebi ehsan olur. Yəni ancaq və ancaq əməli gözəl olan kəs ehsana lütfə layiqdir. Bu, Füzulinin sosial ədalət manifestidir, demək olar. Yaxşı, beləliklə Füzuli öz fəlsəfi nərdivanının iki pilləsini artıq qurub. Birincisi səbir və sınaq dəyər yaradır, ikincisi əsl dəyər nəsildə yox, əməldədir. Və bütün bu hazırlıqdan sonra o nəhayət bizi nərdivanın zirvəsinə gətirib çıxarır. Bəli, qəstənin əsas hədəfinə, İmam Əlinin obrazına. Amma burada təqdim etdiyi obraz sadəcə tarixi bir şəxsiyyət deyil, elə deyilmi? Bu, tamamilə fərqli bir miqyasdır. Qətiyyən tarixi çərçivəyə sığmır. Füzulinin təsvir etdiyi Əli, onun qurduğu o kainat qanunlarının canlı təcəssümüdür. O sadəcə bu qanunlara tabe olan deyil, bu qanunları idarə edən mənəvi bir gücdür. Mübaliğə sənəti burada zirvəyə çatır. Bəli, Hiperbolonun elə bir zirvəsinə qalxır ki, nəfəsin kəsilir. Məqsəd, onun mənəvi qüdrətinin insan ağlının sərhədlərini aşdığını göstərməkdir. Məsələn, onun bir baxışının maddənin mahiyyətini dəyişə biləcəyini deyir. Daş olur aslan əgər qəhrlə qılsa bir nəzər. Bu tək misra hər şey deyir. Onun qəzəbli baxışı ilə adi bir daş aslana çevrilir. Bu sadəcə güc deyil, bu reallığı dəyişdirmək qüdrətidir. Və ya lütfünün yaradıcı gücü. Hə, deyir ki, onun üzünün nurundan göy üzünə cəmi bir zərrə düşsə, bütün sönük ulduzlar nurlu, parlaq aya çevrilər. Zərrəy mehri rüxündən tapsa pərtov asiman, asiman üzrə tamam əncümməhi taban olur. Füzuli burada sanki bir kosmik tablo çəkir və bütün işığın mənbəyini ona bağlayır. Elədir. Bu təsir təkcə cansız təbiətə deyil, həm də mənəvi varlıqlara şamil edilir. Və burada çox maraqlı, ilk baxışda ziddiyyətli görünən bir məqam var. Hansı məqam? Deyir ki, onun lütfü ilə tərbiyə olunan insan mələk statusuna yüksələr. Bu aydındır. Amma sonra deyir ki, onun nəzəri dəyən mələk isə kamil əqlə sahib olaraq insana çevrilər. Bir dəqiqə, mələyin insana çevrilməsi bir yüksəlişdir, yoxsa eniş? Gözəl sualdır. Bax, bu, Füzulinin mənsub olduğu irfani fəlsəfənin təməl daşlarından birini ortaya qoyur. Buyurun. Bu təsəvvürə görə insan-ı kamil, yəni kamil insan, mələkdən daha üstün bir varlıqdır. Çünki mələklərin nəfsi, seçmə imkanı yoxdur. Onlar ancaq yaxşılıq edə bilirlər. Onlar proqramlaşdırılıb. Bəli. Amma insan nəfsinə və bütün o şirniktirici amillərə baxmayaraq, öz azad iradəsi ilə Allaha itaət etməyi seçir. Bu seçim onu mələkdən daha şərəfli edir. Ona görə də mələyin insanlaşması bir tənəzzül deyil, kamilliyə doğru bir yüksəlişdir. Aydındır. Deməli, onun təsiri ilə hər şey öz potensialının ən yüksək nöqtəsinə çatır.
Hətta Loğman həkim belə. Bəli, hətta Loğman. Deyir ki, kim səmimiyyətlə onun məzarının torpağından bir zərrə götürüb, onunla müalicə etsə, özü Loğman olar. Bu artıq fiziki aləmin tamamilə fövqündə bir qüdrətdir. İnanılmazdır. Və bütün bunlar bizi bir nəticəyə gətirir. Füzulinin təsəvvüründə İmam Əli xeyir və şərrin, mükafat və cəzanın mütləq meyarıdır. Reallığın özü onun sevgisi və nifrəti ətrafında formalaşır. O misra da var axı. Dosti gər məsiyət qılsa, olur qüfranpəzir, düşməni min qayət etsə, mövcibüsyan olur. Ay sağ ol. Bu, çox radikal bir fikir kimi səslənir. Yəni, onun dostunun günahı bağışlanar, amma düşməninin minlərlə ibadəti belə əslində bir üsyan sayılar. Bəli. Bu, sanki bütün qaydaları dəyişir. Elə bil ki, o yeni bir əməliyyat sistemidir. Hə, gözəl bənzətmədir. Köhnə sistemdə günah sayılan bir əməl, bu yeni sistemdə istifadəçinin sadiqliyinə görə bağışlana bilər. Amma rəqib bir hakerin ən mükəmməl ibadəti belə sistem tərəfindən rədd edilər. Mükəmməl izahdır. Deməli, sevgi və bağlılıq formal əməldən daha üstün tutulur. Tamamilə. Və sonda Füzuli insan idrakının bu böyüklük qarşısındakı acizliyini etiraf edir. Ən dərin biliklərin dalğıcı olan əql, onun zatının dərinliyinə başvurmağa çalışsa, heyrət içində boğular. Yəni, ağılla bunu qavramaq mümkün deyil. Mümkün deyil. Ona ancaq sevgi və təslimiyyətlə yaxınlaşmaq olar. Bütün bu möhtəşəm təriflərdən, bu fəlsəfi dərinlikdən sonra Füzuli sanki kameranı özünə tərəf çevirir və bütün bunları öz şəxsi taleyinə, öz niyyətinə bağlayır. Bəs bütün bunların şairin özü üçün mənası nədir? Son bəndlərdə Füzuli öz ümidini və bir növ əhdini, andını açıqlayır. O, özünə bir ömürlük missiya müəyyənləşdirir. Nədir o missiya? Deyir, ta dilimdə qüvvətin nitq, tənimlə can olur, dəmuram safi övladı əlidən. Yəni, nə qədər ki dilimdə danışmağa güc var, nə qədər ki bədənimdə canım var, mən dayanmadan əli övladlarının tərifindən danışacağam. Bu, onun üçün bir şairlik vəzifəsidir. Və bir həyat kredosudur. Səbəbi isə bütün qəsidənin məqsədini yekunlaşdırır. O inanır ki, mədxi övladı əli müstucibi qıfran olur. Məhz elə. Yəni, əli övladlarını tərifləmək günahların bağışlanmasına səbəb olur. Deməli, onun üçün bu poeziya sadəcə bir sənət deyil, bu həm də bir nicat yoludur, bir ibadət formasıdır. Bəli. Və burada bütün əsər möhtəşəm bir şəkildə dairəni tamamlayır. Şeirin əvvəlindəki o səbir və sınaq fəlsəfəsi ilə sonundakı bu şəxsi niyyət arasında birbaşa əlaqə var. Necə bir əlaqə? Füzuli bütün həyatı boyu çətinliklər görmüş, yoxsulluq içində yaşamış bir şairdir. Və o, bu qəsidə ilə sanki deyir ki, mən də o yağış damlasıyam, mən də o torpaq altındakı toxumayam, mən də o zindandakı Yusifəm. Özünü onlarla eyniləşdirir. Bəli. Mənim də səbrim və sınağım var və mənim nicatım, mənim mirvariyə çevrilməyim məhz bu sevgiyə, bu bağlılığa sığınmaqla, onların mədhini deməklə mümkün olacaq. Onun üçün poeziya həm sədəfdir, həm zindandır, həm də eyni zamanda qurtuluşun özüdür. Beləliklə, gördüyünüz kimi, Füzulinin bu qəsidəsi adi bir mədihiyyədən qat-qat dərindir. Bu çətinliyə səbirlə qalib gəlmək, əsl nəcibliyi nəsildə deyil, təmiz qəlb və doğru əməldə axtarmaq haqqında ölməz bir fəlsəfi əsərdir. Və bu, bizim müasir dövr üçün də bir düşüncəyə sövq edir, elə deyilmi? Əlbəttə. Füzuli sözü poeziyanı bir qurtuluş vasitəsi kimi görürdü. Bəs bizim sürətli və səsküylü dünyamızda, məlumat axını içində boğulduğumuz bir zamanda, bizə həqiqi məna və mənəvi rahatlıq hissini hansı sözlər, hansı əməllər verə bilər? Maraqlı sualdır. Bəlkə də cavab, Füzulinin əsrlər əvvəl yazdığı kimi səthə görünən çətinliklərin içində səbirlə kəşf edilməyi gözləyən dərin mənalardadır.